Bugün sizlərlə əsasən də abituriyent dostlarım üçün bir xəbəri, informasiyanı paylaşmaq üçün gəldim. Bilirəm çoxlarınızın arasında abituriyent olmaq, tələbə statusu qazanmaq kimi arzular var. Mənə tez-tez yazırsınız, sizə kömək olmaq üçün, sizə dəstəyim olmaq üçün və mən də əlimə keçən həqiqi mənada yaxşı köməkləri, yaxşı fürsətləri sizinlə paylaşmaq istəyirəm. Amma elə bir məqamlar, elə bir situasiyalar var ki, mən bunlarda sizə kömək ola bilmirəm. Aranızda ola bilər az təminatlı ailələrdə böyüyən uşaqlar olsun, sosial durumu biraz zəif olan ailələr olsun. Belə ailələrə dəstək xarakterli bir layihə var. Layihənin adı Gələcəyini Quranlar layihəsidir. Əgər sizin də buna ehtiyacınız varsa, layihəyə qoşula bilərsiniz. Layihədə əsas məqsəd həm az təminatlı ailələrin övladlarına dəstək olaraq onlara mentor köməyi göstərmək, təhsilə cəlb etmək və əsasən də təhsilə həqiqi mənada ehtiyacı olan, bunu ürəkdən istəyən uşaqlar seçirlər və məncə çox yaxşı bir fürsətdir ki, dəyərləndirə bilərsiniz. Ən azından mən sizin yerinizdə olmuş olsaydım, mütləq ki, buna başvurardım. Layihə 2016-cı ildən fəaliyyət göstərir. Sizinlə qalsa, mən də bilmirdim belə bir layihə olduğunu. Amma yaxşı ki, bir danışdıq, görüş elədik sizlər üçün və hətta mən onlara təklif elədim ki, əgər aranızda mənim izləyicilərimdən olanlar da olacaqsa, gələn il mentor kimi mən də sizlərin qarşısında çıxış eləyim. Öz ürək sözlərimi sizə çatdırım, hətta sizlərlə görüş eləyək, niyə də olmasın. Əlinizə düşübsə, belə bir şansı məncə dəyərləndirmək çox xoş olar. Həm də daha yaxından tanış olmuş olaraq. Yəni belə, bu arada qeydiyyatdan keçmək üçün gələcəyiniqur.az-dan qeydiyyat eləyə bilərsiniz. Qeydiyyat artıq bitir, sabah son gündür, düzdür, biraz geç paylaşdım imtahanlarla əlaqədar. Amma ki, ümid edirəm siz səhifəyə yazsınız, sizə geri dönüş olacaq. Yəni sizi əli boş geri qaytarmayacaqlar. Bu arada Instagram səhifəsi var, o da Gələcəyini Qurdur. Instagram səhifəsindən də keçib əlavə sual və məlumatlarınızı göndərə bilərsiniz.